İsmail, Gülbede, İcar, Şoşkalar, Olmazanır, Özkutman, Gökte, Aysu, Aysu Maşaslı Öğretmen, Öğrenme, Gönül, Teyler. Bayaq qabları biraz yudum yığdım. Bir qismi isə maşındadır. İndi birazdan bitəcək. İstəyirəm xaldenki üstünü silim. Bir də maşınların üstünü silim. Oy, dağıtdım. Onları etməzdən öncə isə istəyirəm ki, bir dənə çay içim. Ay, çay yox, daha doğrusu kofe. Kofeni hazırlamaq istəyirəm. İlk dəfə içirəm. Görək hələ necə olacaq dadı. Çok seviyorum da kofe belə köpüklü olanda. Çok güzel. Bir tane bunu içim, sonra işlerime devam edeyim. Allah oruç tutan herkesin orucunu qəbul eləsin. Qaynım da oruçdur. Mən tuta bilmirəm. İndi deyərəm sizə də niyə. Ona görə onun üçün yemək hazırlayacağım. Günlər dürə istəyir. Dedim elə axşam o yeməyi hazırlayayım. Kızlar, normalde mən həmişə oruç tutan biri olmuşam. Amma indi hal-hazırda müəyyən səbəblərdən tuta bilmirəm. Ailəmə süd verirəm. Yəni günün çox hissəsini süd yeyir, amma sadəcə 3 dəfə əlavə qida verirəm. Yavaş-yavaş artıq başlayacaq da 6 ayından sonra indi bilmirəm. Yenə də süd yeyərmi, yeməzmi, onu dəqiq deyə bilmirəm təbii ki. Amma bu ildə qismət olmadı. Əslində istəyirəm arada bir neçə gün tutum. Amma belə deyim də, yəni elə adam var ki, məsələn, südü çox olur. Mən də elə belə bol deyil də ki, mən oruç tutum. Zaten südüm az olur. Ona görə də çalışıram ki, elə çox su içim ki, biraz artsın. Su içməyəndə vəbşi olmur. Ona görə də mütləq gün ərzində ya qidalanmalıyam, ya da su içməliyəm, çay içməliyəm. Ona görə videolarımdan da yəqin görmüş olarsınız ki, çox vaxt videolarımda ilə çay hazırladığımı görürsünüz. Bunun da səbəbi bir növ elə buna görədir. Ve videonun ilerleyen dəqiqələrində görəsiniz ki, burada qaynamgildəydim. Qaynam axşama küftə pişirdim. Günlərdə küftə istəyirdi. Sadəcə halsız olurdu, elə bilmirdim. Ona görə mən hazırlamaq istədim. Bir də daha sonra oldu ki, mamamgilə getməli oldum. Soğanı kızartdım. İçine de karpuz əlavə elədim. İndi qaynasın. Daha doğrusu biraz qovurum. Sonra tomat vuracağım. Sonra da süt açacağım. Yemeği pişirip qutarandan sonra mamamgilə getməli olduğuma görə artıq son halını çəkib göstərə bilmədim sizə. Amma həqiqətən görünüşü də süper idi. Tadı da çox ləzzətli idi.
Videonu təzə başlayanda çəkməyə, evdə olanda düşünürdüm ki, sifarişlərim də çəkki gələrdi, videoda çəkib sizə göstərərdim. Həqiqətən Allah hamının ürəyinə görə versin. Həqiqətən də elə oldu. Sifarişlərim bir də baxdım ki, mesaj gəldi ki, artıq çatdırılıb. Gedib sifarişləri götürüb daha sonra mamamgilə yollanmalı oldum. Və bu sifarişin içində nələr var idi? Gəlinimizlə birlikdə sifariş etmişdik. Qardaşımın bu yaxınlarda oğlu olacaq, ikinci övladı dünyaya gəldi inşallah. Allah bütün balaları qorusun, sağ-salamat olsunlar. Və bu sifarişlərin çox hissəsi ona aid idi. Biz Temudan sifariş etdik. Həqiqətən də keyfiyyətləri o qədər gözəl idi ki, hətta burada indi birazdan göstərəcəyim ikili dəst vardı. Həmin o ikili dəstdən mən də Adəmə sifariş etdim. Bax, həmin bu dəstdən söhbət gedir. İçində 2 dənəlidir. O qədər gözəldir ki, mən də bundan bəyəndiyim üçün başqa rəngini sifariş elədim Adəmə. Və əlavə olaraq Aslan bebişdən əlavə deməli bacım Aynura da sifariş vermişdik. Bir dənə dəstgiyim. Bir də əlavə olaraq mən Adəmə bəzi məhsullar sifariş eləmişdim. Bir də özümə təbii ki, özümə içkiyim və s. sifariş eləmişdim. Amma Adəmə bir dənə bu silikon qablar olur. Yadınızdadsa keçən vloglarda demişdim ki, Adəm üçün qab sifariş eləmişəm. Hətta yorumlarda da məndən belə deyim də soruşmuşlar ki, bəs niyə dəmir qaşıqla verirsən uşağa püreni? Əslində belə deyim də qaşığı qabı olmadığı üçün elə vermişdim. Amma indi hal-hazırda artıq sifarişim gəldiyinə görə rahatlıqla artıq yedirə bilərəm pürələrini. Belə deyim də öz qabı və qaşığında. İnşallah ki, gələn vloglarda görərsiniz. Bu da belə. Adəm üçün bir də əlavə olaraq belə deyim də bu hansı ki oyuncaqlar var. Yəqin görmüş olarsınız. Ayağını vurduqca, təpiklədikcə musiqi çalır, piyano kimidir. Həmin oyuncaqdan sifariş eləmişdim. Mamam alıbdı. Bunlar da sağ olsun. Və əgər siz də bu silikon qablardan almaq istəyirsə, heç tərəddüd eləmədən alın. Və bir də məndən əlavə belə deyim də digər videolarda deyirlər ki, məsəl üçün də məhsulun niyə kodunu qoymamısınız? Valla qızlar, mənim elə çox başım çıxmır məhsul kodundan falan. Əgər kimsə hansısa bir məhsulu bəyəndisə və s. mənə deyin, mən o məhsulun linkini sizin üçün yorumda elə göndərim. Çünki belə kod falan mən hələ ki elə çox dərinləməsini bilmirəm. Temudan sadəcə elə sifariş vurmuşam da kodlarına falan baxmıram məhsulların, ona görə bilmirəm. Əvvəl mən düşünürdüm ki, Temuda olan məhsulların keyfiyyəti Trendyolda olan məhsullar qədər olmaz. Amma həqiqətən də qiymətləri nə qədər münasib olsa da, gördüyünüz məhsulların keyfiyyəti həqiqətən çox yaxşı idi. Məsəl üçün, geyimlərin qiyməti maksimum 15 manata qədər idi də, 10 manat, 15 manat. Bəzi məhsullar var ki, o ikili geyim dedilmək sizə. Bax, həmin ikili geyim bir dənəsi 7 manata falan düşürdü təxminən. O qədər gözəl idi ki, ona görə mən də dedim Adəm üçün sifariş eləyim. Mamam gilə gəlmişəm, iftara yemək hazırlayıram. Deməli, bunun içində nə var? Sarı kök, bir dənə yumurta, un, su, duz, isyot və s. belə bunlar var. Bunları qarışdıram. İndi sinəni qoydum bunun içinə. Sinəni buna batırandan sonra bir də əlavə olaraq una, bir də belə kari almışdım. Buna batıracağım. Ondan sonra qızardacağım.